Silahlı şəxslər 62 baş xırdaboynuzlu heyvan oğurlayıb. 70-ədək südəmər quzu anasız qalıb. Mən bu quzulara görə yazığım gəlir. Bu quzulara görə ürəyim ağrıyır. Nə var? Hadisə Göygölün Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən kəndli fermer təsərrüfatında baş verib. Gecə saat 2-3-ün yarısında oğrular gəlib dəli avtomatdı. 62 baş ana qoyunu daradıb aparıbdılar burada. Kamerada düşübdü, üzləri maskalıdır, əllərində avtomat var. 2 nəfər görükür, kamerada 2 nəfər görükür. Ağzı yuxarıda, avtozavod tərəfdə haylıyıb heyvanları aparıbdılar. 2 nəfər daha izlədik, getdi su kanalıdır. Su kanalından heyvanlar keçir yuxarı, taxıllıqla aparırlar. Ta oradan sonra bugünə kimi heç bir xəbəri yoxdur. Hadisə vaxtı gözətçi yatdığına görə oğruların gəlməyindən xəbəri olmayıb. Elə bir vaxt gəlib bu əclaf alçaq, elə bir vaxt gəlib götürüb bu heyvanları aparıb ki, yəni bu gözdəkisi də yorğun olur. Dünən də heyvanları biz çimizdirmişik, yorğun olub yatıbdı burada, xəbəri olmayıbdı. Ona görə hər bir vətəndaşdan xahiş edirəm. Kim görübsə də, kimi xəbəri varsa da bunu işıqlandırsınlar, bizə də məlumat versinlər. Polisə müraciət eləsinlər, desinlər bu heyvanları falan yerdə gördük. Quzular hazırda əllə yemlənir. Lakin belə davam etsə onların tələf olmaq təhlükəsi var. Bu quzular hamısı acından ölürlər, mələklər, anası yoxdur, körpə quzulardır, 10 günlük, 5 günlük, 20 günlük quzulardır. Hamısı öləcəkdir, hamısı məhv olub ölüb gedəcəkdir. Heç asla bir dənəsi də qalandı ölüb bu quzuların. Ölməz də, bu qədər quzu hayf məhv olacaq bu. Bu qədər quzunu bir-bir əlindən yedirtməlisin. Məcburuqda yazığımız gəlir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, oğurluq faktı ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanıb. Əməli törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Rasim Əziz, Fidan Əsədli, Xəzər xəbər. Hər vaxtınız xeyir olsun aziz dostlar. Balaoğlu yaxın gətir o kamera. Aziz dostlar, bir bala baxın. Bir bu balın gözəlliyinə baxın. Bakıda şəhərindən Elxan müəllim bunu sifariş edib. İnşallah Elxan müəllimə göndərərik. Aziz dostlar, bundan əlavə Gəncə şəhərlərinə, Sumqayıt şəhərinə olan sifarişlərimiz var. Bu ballarımız hansı ballardır? Ən əsası odur. Baxın, may balıdır bu. Gördüyünüz kimi rəngi açıq, sarı, şəffaf. Sanki zeytun yağı tökmüşük içinə. Yəni bilirsiniz ki, ən unikallı bal rəngi açıq sarı olan ballardır və eyni zamanda da balların şahı. Buyurun. Gökə balı. Yəni biri var, adı olsun gökə balı, özü yox. Amma sırf naturalni gökə balıdır bu. Bunu da inşallah Allahın köməkliyi ilə Bakı şəhərinə göndərərik. Bir müştərimiz zəng edib 2 balon, gördüyünüz kimi gökə balı sifariş edib. Qəbalaya gedən sifarişlərimiz var maşında. Quba şəhərinə gedən sifarişlərimiz var. Aziz dostlar, bir sözlə, əgər siz də baxın bu cür ballarımızdan istəsəz, o zaman 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayın. Bu nömrə ilə əlaqə saxlayaraq mən Arıçı Vidadi ilə bu cür təbbi ballar ala bilərsiniz. Bir şeyi də dönə-dönə qeyd eləmək istəyirəm ki, bir çox müştərilərim zəng edib, deyir, qardaş, keçən səfər göndərdiyim bal yaxşı deyil. Deyirəm, hansı nömrə ilə əlaqə saxlayıb almışsınız, yəni mənə nömrəni deyirlər. O adamların ümumiyyətlə mənlə heç bir əlaqəsi yoxdur. Mənim yalnız və yalnız bir nömrəm var. Mənim adımdan bal sizə kim təklif eləyirsə, yalan deyir, özü üçün deyir, başını belə daşa vurur, necə deyirlər. Yəni mənim balımı məndən əgər almaq istəyirsə, 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayın. Azərbaycan Respublikasının bütün şəhər və rayonlarına da çatdırmamız tam pulsuzdur. Daha heç bir sosial şəbəkədə ikinci bir insandan mənim, yəni, nömrəmdən başqa heç bir nömrə ilə əlaqə saxlayaraq mənim ballarımı əldə edə bilməzsiniz. Sağ olun, var olun, bütün ömrünüzdə elə bal qədər şirin olsun. Təşəkkürlər, sağ olun.